Salam, hər vaxtınız xeyir əziz tamaşaçılar. CBC Sportda start verilişinin gün orta buraxılışı efirdədir. Səhər buraxılışımızda Rüstəm Əfsərli və Kənan Quliyev günün idman mənzərəsinin startını verdilər. Biz isə bu buraxılışımızda müzakirələrimizi davam etdirəcək idman aləmində baş verən ən son hadisələrlə bağlı. Təbii ki, mən bu studiyada bugün tək deyiləm. Həmişəki kimi studiyamızda startın daimi aparıcılarından biri Vasif Hacalov və imza verilişinin aparıcısı Əminə Kazımov da studiyada bizimlə birgədir. Hər ikinizi salamlayıram, xoş gördük. Düzdür, səhərki buraxılışımızda Rüstəm Əfsərli və Kənan Quliyev hər tərəfli Çempionlar Liqasında baş verən maçları incələdilər. Lakin sözsüz ki, biz də bu mövzudan yan keçə bilmərik və centilmenlik əlaməti olaraq istədim ilk olaraq Əminə sən fikirlərini bildirərdin. Çempionlar Liqasında ötən gecə baş tutan oyunları izləyə bildinmi? Təşəkkür edirəm əvvəlcə dəvətə görə. Dünən Çempionlar Liqasında bildiyimiz kimi 3 oyun baş tutdu. Əvvəlcə Borussia Dortmund-Monaco qarşılaşmasından danışmaq istərdim. Bu qarşılaşma təbii ki, birinci hissədə hamımızın gördüyü kimi açıq-aşkar Monaco'nun üstünlüyü şəraitində keçdi. 0-2 hesabı ilə yekunlaşdı. Amma ikinci dəqiqənin əvvəllərində xüsusən Borussia fəallıq göstərdi. Xüsusən də Usman Dembele'nin çıxışını qeyd etmək istərdim. Çox yaxşı çıxış etdi. Asan qol vursa da hücumlarda kifayət qədər yaxşı çıxış edirdi. Amma 79-cu dəqiqədə Monaco'nun hücumçusu Mbappe dublə imza ataraq komandasını daha da irəliyə daşıdı. Ümumiyyətlə, Monaco'nun strategiyasından danışmaq istərdim ki, klubun sahibi Dmitri Rybolovlev komandanın sahibi olduqdan sonra klubun siyasətində dəyişiklik etdi. O, ulduz futbolçulara yox, gənc istedadlı futbolçulara üstünlük verməyə başladı və bu da komandanı daha da uğurlu etdi və öz nəticəsini verdi. Elə o dünənki oyunda dublə imza atan Mbappe də bu baxımdan namizədlər sırasındadır ki, Monaco'nun uğurlu gənc futbolçuları sırasındadır və Avropa klublarına yaxşı qiymətə sata bilər. Doğrudur, hətta 80 milyon avro təklif edən klublar var Mbappe'yə, onu gələcəyin Thierry Henry'si adlandırırlar. Yəni, həqiqətən də gələcəyi çox parlaq görünür. Elədir. Maşallah, Əminə deyəsən, axşam yatmayıb, ümumiyyətlə futbola. Çox gözəl. Nəzərə alsaq ki, 20:45-də başlamışdı. Hamısına baxmışsan, mən bilən. Bəli. Efirdən öncə mənə bildirdin ki, gecə yatmayıb, bütün oyunları izləmişəm. Amma indi niyəsə tanımaq istədin. Amma maraqlı məqam mənə o idi ki, dünənləri izlədiyin üç qarşılaşmadan hansı sənin üçün bir xanım olaraq, futbolu izləyən bir xanım olaraq daha maraqlı idi? Daha maraqlı təbii ki, Bayern München Real Madrid oyunu keçdi. Amma mən dünənki qarşılaşmalarda ən çox kimin qalib gəlməsini istərdin deyə soruşsaz, mən Leicester City-nin qalib gəlməsini istərdim. Mən isə heç istəmədim. Bəli. Ümumiyyətlə, mən futbol qarşılaşmalarında zəif komandanın qalib gəlməsini daha çox istəyirəm. Ona görə Leicester City-də ilk dəfədir bildiyimiz kimi Çempionlar Liqasında çıxış edir. Qalib gəlməsini istərdim sözün açığı, amma rəqib meydanında minimal hesablı məğlub oldu. Ona görə də hələ ki şansı var və arzu edərdim ki, qalib gəlsin sözün açığı. Ümumiyyətlə, Leicester dünənləri maçın sonlarında da komanda sanki bu məğlubiyyət sanki onları qane edirdi. Hər halda komandanın ləqəbi də Türkülərdir. Leicester kifayət qədər hiləgər rəqibdir və komandanın baş məşqçisi də Shakespeare-dir. Ümid edək ki, Shakespeare Leicesterdə yeni bir poemasını yaza biləcək. Vasif çox maraqlı məqama toxundu. Bayern München Real. Əksər qızlar, Vasif bilirsən ki, məhz bu maçı izləyirdi. Ronaldoya görə Azərbaycanda da Ronaldonun pərsişkarları çoxdur və Ronaldo üçün bu maç xüsusilə əlamətdar oldu. 100 qol vurdu Avrokuboklarda. Ronaldo bu göstəriciyə nail ola bilən yeganə futbolçudur dünyada hal-hazırda. Dublə imza atdı və bu göstəricidə də Messini qabaqladı. Messinin aktivində səhv eləmirəmsə 97 qol var. Ronaldo hal-hazırda 100-cü qolunu vurmaqla bu versiyada yeganə futbolçudur. Ümumiyyətlə, biz bir nəfərdən stat gətirmək istəyərdim. Josep Blatter, FIFA'nın keçmiş prezidenti. O vaxtilə belə bir cümlə işlətmişdi ki, biz çox xoşbəxt insanlarıq ki, biz Ronaldo və Messinin futbol oynadığı dövrdə yaşayırıq. Həqiqətən də dünən Ronaldo'nun oyununu görəndən sonra və onun bu növbəti rekordlarını imza atandan sonra da bu söz mənim yenidən yadıma düşdü. Həqiqətən də biz çox futbol həvəskarlarıq, çox xoşbəxt insanlarıq ki, bu iki dahi futbolçunun qarşı durmasını canlı olaraq izləyə bilirik və bildiyin kimi də Ronaldo nəinki futboldan, həmçinin də biznes sahəsindən kifayət qədər pul qazanır. Mənə maraqlıdır, yəni bir xanım olaraq mövqeyin necədir? Niyə görə xanım azarkeşlər Messi ilə müqayisədə Cristiano Ronaldo'nun xanım azarkeşləri daha çoxdur?
Aha. Ümumiyyətlə xanımlar hamımız bilirik ki, yaraşıqlı olmaqla bərabər bacarıqlı bəyləri də daha çox belə deyək də simpatiyaları olur. Yox, bacarıqlı bəylərə daha çox simpatiyalar olur. Və əgər o bacarıqlı bəy eyni zamanda da yaraşıqlıdırsa, əsas məsələ və xanım da futbol azarkeşidirsə, o zaman Ronaldonun azarkeşi ola bilir. Ümumiyyətlə, Çempionlar Liqası bu illəri, bilməm sizin fikriniz necədir, çox maraqlı keçir, mənə elə gəlir. Bir sıra sürpriz nəticələrin qazanılmasının göstərmək olar. Bəli, Monakonun bu mərhələyə yüksəlməsi kifayət qədər gözlənilməz nəticədir. Dünənki oyunla bağlı isə Real Bayern Münhen bu haqda sosial şəbəkələrdə kifayət qədər yazıldı, kifayət qədər hələ öz fikrini bildirdi. Mən sadəcə olaraq onu deyə bilərəm ki, Bayern Münhenin artıq mərhələni dayandırdı deyə bir şey yoxdur. Bu komandanın əsas qol silahı Lewandowski və müdafiə xəttinin dirəyi Hummels yox idi. Neuer də müəyyən bir zədə ilə çıxmışdı oyuna. Cavab oyunda həm Lewandowski olacaq, həm Hummels olacaq. Ona görə indidən Bayern Münhen üstündən xətt çəkmək olmaz. Ümumiyyətlə, Çempionlar Liqasında, bu il Çempionlar Liqasında istənilən nəticəni... Təbii. Bir halda ki, Barcelona doğma azarkeşlərin önündə PSG-yə 4-0, səfərdə 4-0 uduzaraq doğma azarkeşlərin önündə 6-1 PSG-ni qalib gəzərək yeni bir tarix yazır. Hər şey gözləmək olar. Ümumiyyətlə, bu Çempionlar Liqasında yeni tarixlər yazılır və bir maraqlı tarix də yazıla bilər. Əgər Real Madrid ikinci dəfə Çempionlar Liqasını qazansa, bildiyiniz kimi tarixdə hələ heç bir kluba bu nəsib olmuyor ki, iki dəfə ardıcı olaraq Çempionlar Liqasını qazansın. Çempionlar Liqası adlanandan arda-arda. Bəli. Amma bir şeydə nəzərə alaq ki, Real Madrid, sən ümumiyyətlə dedin ki, Bayern Münchenin hələ də şansları var. Nəzərə alsaq ki, Real Madrid Çempionlar Liqasının bu mövsümündə hələ 2-dən az qol vurmayıb. Və Santiago Bernabeu-da əgər bunu edə bilsə, yəni... Alman maşını nə qədər də güclü olsa, qarşında olan komanda Real Madriddir. Həm də müəllim tələbə qarşı durması var. Bildiyiniz kimi Zinəddin Zidanı məşqçi eləyən adam məhz Carlo Ancelotti olub. Bir-birini yaxından tanıyırlar. Bəli, bir-birlərini yaxından tanıyırlar. Hətta bir tanınmış futbol mütəxəssisi bildirmişdi ki, Carlo Ancelotti Realın ürəyinin necə döyündüyünü bilir. Yəni, həqiqətən də bu komandanın əlini heç kimi tanıyır. Çünki o futbolçuları o yığıb ora, o komanda formalaşdırır. Zinəddin Zidan isə sadəcə olaraq bəli, buna da müəyyən bir bacarıq lazımdır. O heyəti qoruyub saxlayıb və ondan düzgün istifadə edir. Və bu məqamda da yəni tələbənin müəlliminə qalib gəlməsi bir qədər maraqlı oldu. Yəni bu cəhətdən də fərqləndirmək olar bu maçı. Ümumiyyətlə isə yenə də deyirəm, bütün suallara cavab maçında aydınlığı gələcək. Çempionlar Liqasına bağlı müzakirələrimizi irəlidəki dəqiqələrdə vaxtımız olarsa davam etdirək. Lakin Əminənin bu günləri bizim studiyamızda olmasının səbəbi əlbəttə ki, bugün saat 20:30-da efirə gələcək imza verilişidir. Bu imza verilişi Azərbaycan telemekanında özünə məxsus imzası ilə seçilir, belə desək. Və imza verilişində də çox maraqlı qonağı var Əminənin. Cristiano Ronaldo qədər məşhur olmasa da, amma həmin bu şəxsin Cristiano Ronaldodan fərqli olaraq Olimpiya medalı var, hansın ki, Cristiano Ronaldo'da o medal yoxdur. Yoxdur, bəli. Və bizim üçün də qat-qat dəyərlidir. Və bilirsiniz ki, Fərid Mansurov müstəqil Azərbaycanın 3-cü, amma Yunan-Roma güləşində yeganə olimpiya çempionumuzdur və hər kəs üçün də maraqlı bir simaydı və dəfələrlə mənə gələn həm Facebookda, həm Instagramda mesajlar içərisində Fərid Mansurov nə vaxt qonaq olacaq sualı var idi. Nəhayət ki, həmin tamaşaçılar, izləyicilər bugün Fərid Mansurovu həm onun qələbələri, həm məğlubiyyətləri, həm şəxsi həyatı barədə maraqlı bir söhbət izləyə biləcəklər. Əminə, şəxsi həyatını vurğuladın. Təbii ki, Fərid Mansurov bir vaza mətbuatı öz şəxsi həyatından bağlı deyərdim ki, idmançılar siyasında ən az məlumat olanlardan biridir və imzada bu barədə danışıb. Yəni, bildiğin qədər nə danışıb? Nəinki mətbuata, ümumiyyətlə Fərid Mansurovu az da olsa tanıyanlar bilir ki, o biraz qapalı, yəni özü haqqında danışmağı sevməyən bir insandır və bunu da etiraf elədi verilişin əvvəlində, amma əvvəldən söz verdi ki, və bir şey vurğuladı ki, mən ya ürəyimi açmıram, ürəyimi açanda da tam səmimi oluram. Bizim verilişdə də imzada tam ürəyini açır. Tam səmimi oldu deyə düşünürəm, çünki elə sualları cavablandırdı ki, mən hətta özüm biraz çəkinə-çəkinə soruşurdum ki, birdən xoşu gəlməz, durub gedər, verilişi tərk edər hətta. Amma bütün suallarımı cavablandırdı. Şəxsi həyatla bağlı demək olar ki, bütün sualları cavablandırdı. Çox maraqlıdır. Bilmədiyimiz hər hansı heç olmasa məqamlardan biri. Məncə sən tamaşaçıları intizarda qoysaq daha yaxşıdır.
axşam verilişə tamaşaçı sayına təsir edə bilər əminəm. Yəni sənə maraqlı deyil, indi nə isə bilmək. Əlbəttə maraqlıdır, amma Fəridin öz dilindən eşitmək daha maraqlıdır. Hər halda müəyyən bir nüansları açıqlaya bilərsən. Müəyyən bir nüanslar, mövzuları deyə bilərəm ki, məsəl üçün onun üçün ən ağır olan illərdən danışdı. Bilirik ki, 2004-cü il Afina Olimpiyadasından sonra 2008-ci ildə Pekin Olimpiyadasında Olimpiya yığmamızın bayraqdarı və kapitanı olmuşdu və hər kəs də ondan qızıl medal gözləyirdi. Lakin təəssüflər olsun ki, ilk görüşdə məğlub oldu. Bunun səbəblərini açıqladı. Zədələrdən, məğlubiyyətlərindən, onun üçün ən ağır olan illərdən danışdı. Maraqlı bir söhbət alındı. Ümumiyyətlə, fikrimcə, məhz bu cür idmançıların, Fərid Mansurov olsun, Namiq Abdullayev olsun, Nazim Hüseynov olsun, digər, məhz bu cür idmançıların həqiqətən də bugün böyük təbliğatı aparılmalıdır teleməkanımızda. Çünki bu cür idmançılar örnəkdir gənc nəsil üçün, onların keçdiyi çətinliklər, uğura nail olması, olimpiya zirvəsinə yüksəlməsi. Və Fərid Mansurovun yeganə olaraq şəxsən mən onun karyerasını izləyən bir insan kimi özünün də müsahibələrində qeyd edib təəssüfləndiyim məqam odur ki, Fərid Mansurov indiyənə kimi mümkün olan, idmançı kimi mümkün olan bütün titulları qazanıb Avropa çempionluğundan. Təəssüf ki, Fərid Mansurov 2 qat dünya çempionu da olsa Avropa çempionluğunu qazana bilməyib. Amma Fərid Mansurov idmançı olaraq düz vuruladın, həyatı ilə elə idmançı olaraq keçdiyi yol, dözüm, iradə və xarakterdə qoyduğu o xarakteri ki var, bir çox idmançıların özünə belə örnəkdir ki, zədədən olsun və yaxud da ki, hər hansı bir xəstəlikdən sonra uzun bir fasilə belə keçəndən sonra nəticə verən idmançılardandır. Bəzi idmançılarımız var ki, nəticə qazandıqdan sonra nəticə vermir, uğur əldə etmir. Amma bunu Fərid Mansurova aid etmək olmaz. Məhz onu sevdirən əsas, yəni şüuraltı olaraq sevdirən ən əsas amillərdən biri də budur. Təbii ki, uğuru, qələbə söz yerində. Amma bu barədə əminə bizə açıqlanmır deyir və sən də istəmədin. Və Avropa çempionu ola bilməyib dedik, amma Avropa çempionu olmaq üçün nə qədər çalışıb, hətta mənim özüm üçün də təsir edici oldu. Yəni insan çənəsi sınandan sonra da döyüşü davam etdirmək istəməsi, hansı əziyyətlər çəkməsi sözün açığı məni çox təsirləndirdi. Bəli, Fərid Mansurov bildiyimiz kimi həm də idman şöbəsinin müdürüdür. O Gənclər və İdman Nazirliyi dünyasını dəyişmiş Mirkamil Rəhimovu bu vəzifədə əvəz etdi və Fərid Mansurovun əsas mənim bəyəndiyim cəhət hansıdır? Fərid Mansurov idmançı olmaqla bərabər çox az idmançımız var ki, idmançı olmaqla bərabər həm də yüksək idarəçilik bacarığına, intellektə sahibdir. Fərid Mansurov məhz belələrindəndir və fikrimcə onun idman müdürü olması da üstün bir məqamdır. Çünki idmançının dərdini idmançı daha yaxşı bilər. Yəni ki, razılaşarsan mənimlə Vasif. Baş məşqçi kimi də təbii ki, baş məşqçi kimi elə idarəçilik nazirlikdə idarəçilik keçənə kimi belə adlandırsaq, o məşqçi kimi də fəaliyyət göstərib. Yəni öz bildiyini, təcrübəsini gənclərə, yeniyetmələrə, digər idmançılara aşılamağa bacarıb. Və baş məşqçilik dönəmindən də danışdıq yeri gəlmişkən verilişdə. Öz istəyi ilə istefa verib Fərid Mansurov. Bunun səbəblərini də açıqladı. İzləyib inşallah görərsiniz. Və çox maraqlı bir, daha maraqlı gözlənilən bir idman hadisəsi var bugün. Söhbət sözsüz ki, Azərbaycanlı futbol azarkeşlərinin də diqqət mərkəzində saxladığı Lyon-Beşiktaş maçından gedir. Vasif, bu oyunla bağlı sənin fikirlərini almaq istəyərdim. Lyon-Beşiktaş maçından gözləntilərin nədir? Ümumiyyətlə, hazırki Beşiktaş nə qədər irəli gedə bilər? Nə qədər irəli gedə bilərsə, onu axşam biləcək. Böyük ehtimal ki, gedəcək. Yəni, ən azından bir... Könül istər ki, getsin, hə? Könül istər, bilməm. Mən artıq həyəcanlıyam. Yəni, zaman keçdikdə artıq Beşiktaşın oyununu gözləyirəm. Yəqin ki, ölkəmizdə də Azərbaycanda yetərincə Beşiktaşlı azarkeşlər var. Onların da fikirləri məhz Beşiktaş-Lyon oyununda olacaq. Amma Beşiktaşda heyət baxımından bir balaca problemlər var. Nədir bu problemlər? Əsas oyunçularından ikisi. Biri cəza səbəbindən Abubakar, digər isə zədə səbəbindən, üzr istəyirəm, Quaresma, digər isə Abubakar isə cəza səbəbindən, bəli. İştirak etməyəcək. Bu isə Beşiktaşın hücumda bir balaca dişsiz göstərə bilər. Amma onu əvəz eləyə biləcək və özünü baş məşqçiyə sübut etmək istəyən, Şənol Günəşə özünü göstərmək istəyən yetərincə oyuncular var. Elə Cenk Tosun özünü göstərmək olar. Özyakubu da göstərmək olar. Oğuzxan Özyakubu çox əla futbolçudur və bir Beşiktaş elə futbolçudur, komandadır ki,
qaş düzəltdiyi yerdə göz də vurub çıxarda bilər. Nəyə görə belə deyirəm? Beşiktaşı Çempionlar Liqasında Napoli ilə çox əla oyun sərgilədi Beşiktaş. Amma Dinamo Kiyevlə oyunda da biz Beşiktaşı görürük. Yəni özünə tamamilə fərqli bir Beşiktaş görürük. Aydın məsələdir. Hakimlərlə bağlı ədalətsizlik yaşandı, digər məqamlar, bu detallara varmaq istəmirəm. Yəni Beşiktaş biraz sürpriz komandadır. Ümid edək ki, bu günləri məhz Beşiktaş yaxşı mənada sürpriz etməyə bacaracaq. Hər halda Lyon da sıradan bir komanda deyil. Bu komanda bildiyiniz kimi Romanı mübarizədən kənarlaşdırıb, İtaliyanın komandasını. Bu məqamda amma bir çox mütəxəssislər Beşiktaşı məhz Avropa Liqasının gizli favoriti kimi görürlər. Ümumiyyətlə, döyüş terminologiyasından istifadə etsək, eyni çəkidə olan rəqiblərdir fikrimcə. Digərinin o birindən aşkar üstünlüyü yoxdur. Bəli. Hər halda Genk olan yerdə hər bir komanda Genk'i hazırlayırdı, amma Beşiktaşın bəxtinə Lyon düşdü. Amma bir şey də nəzərə alaq ki, Beşiktaş fevralın 10-undan etibarən məğlubiyyətin nə olduğunu bilməyən bir komandadır və Avropa Liqasında yeganə ölkə çempionudur. Təbii, bu məqamı qeyd etmək lazımdır ki, hazırki komandalardan kimlər ki mübarizəni davam etdirir, Beşiktaş yeganə ölkə çempiyonudur. Həmçində Çempionlar Liqası finalda qalib gələcək komanda Avroliqada Çempionlar Liqasına birbaşa vəsiqə qazanacaq. Beşiktaş artıq Çempionlar Liqasına vəsiqə qazanmış. Ajaxdan, məncə Ajaxın da ehtimalı, yəni Ajax və Beşiktaşdır. Digər komandalar üçün isə bunu demək bir balaca çətin və yaxud da ki tezdir. Amma bu sadəcə müəyyən təxminlərdir, proqnozlardır, əsas oyundur. Oyunda nə baş verəcək? Oyundan öncə də mətbuat konfransı zamanı Şenol Günəş deyərdim ki, bir növ bizim Qurban Qurbanov xatırladır. Daima ehtiyatlı və... Çox böyük simpatiyam var bu baş məşqçiyə. Yəqin ki, bilirsiniz nəyə görə. Məşhur 2002-ci dünya çempionatında Şenol Günəş Türkiyəni dünya üçüncüsü etdi. Çox xarizmatik bir baş məşqçidir və fikrimcə Türkiyənin ən güclü 3 məşqçisindən biridir Şenol Günəş. Və Vasif Qurban Qurbanovla müqayisə etdi. Mənə gəlir, Qurban Qurbanovun əksinə olaraq daha çılğındır o. Qurban Qurbanovun adını çəkmişkən... O baxımdan demirəm. Mən oyun öncəsi keçirilən mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər baxımından deyirəm. Oyun öncəsi yox. O həqiqətdir. Qurban Qurbanovun adını çəkmişkən bəlkə ad günü münasibətilə təbrik edək. Bugün 45 yaşı tamam olur. Qurban Qurbanov təbrik edirik. 3 ildir ki, ardıcıl Azərbaycan çempionu olur Qarabağla və Qarabağı bu il bizi Çempionlar Avropa Liqasının qrup mərhələsində təmsil edir və hamımız arzu edirik ki, Çempionlar Liqasında inşallah ki, təmsil etsin, ona uğurlar arzu edirik. Bugün bizim həmkarımızın da ad günüdür. Ad gündən söhbət düşmüşkən startında daim aparıcılarından biri. Onu da təbrik edirik. Jurnalist həmkarımız Fərid Axundovun da bugün doğumdur. Onu da işində və həyatında uğurlar arzu edirik. Və turnirlərdən danışdıq. Bildiyiniz kimi, növbəti ay Azərbaycan ilin ən mötəbər turnirinə ev sahibliyi edəcək. Söhbət 4-cü İslam əməlli oyunlarından gedir və İslam əməlli oyunlarında böyük futbol da təmsil olunacaq və sözsüz ki, ev sahibi olaraq bizim milli komandamızda İslam əməlli oyunlarında çıxış edəcək. 23 yaşlarımız təmsil edəcəklər bizi və 3 futbolçu da 23 yaşından yuxarı 3 futbolçunu da heyətinə qatmaq imkanına malikdir. Yaşar Vahabzadə artıq komandamızın ilkin heyəti açıqlanıb, kifayət qədər samballı bir heyətimiz var və düzü bu ilkin heyətdir. Son heyət aprelin səhv etməmsə sonlarında açıqlanacaq. Heyətlə bağlı Vasif, kimləri görmək istəyirdin, lakin bu siyahıda tapmadın və yaxud da kimlərin bu siyahıda olması sənin təəccübünə səbəb oldu? Yəni düzünü desək, hər hansı bir baş məşqçi futbolçu olduğunu soruşsa olmasa, yəqin ki, deyəcək ki, mənim fəlsəfəmə uyğun deyil. Çünki hər baş məşqçinin özünün futbol siyasəti var. Sən sözü Nizami Hacıyevin yığmaya çağırmamasını atırsan deyəsən. Yəni, yox, söz atmıram. Sadəcə o həmin an səsləndirdiyi fikir mənim çox xoşum gəlmişdi ki, mənim futbol fəlsəfəmə uyğun deyil. Əslində, mən o zaman baş məşqçini qınamamışdım. Həqiqətən də hər məşqçinin öz futbol düşüncəsi var, öz futbol görməsi var. Nəticəyə görə də o cavabdehliyi daşıyır. Yəni, sabahları... Ondan soruşacaqlar. Bəli, niyə uddun? Niyə uduzdun? Udanda soruşmurlar. Soruşacaqlar, niyə 2 dənə... Qələbənin valideynləri çox olur, məğlubiyyət isə kimsəsiz olur, belə bir deyim var. Elə bir şeydir. Heyətə baxdıqda isə deyərdim ki, ümumiyyətlə, yəni filankəs o niyə yoxdur və ya filankəs niyə var müzakirəsini aparmaqdansa, komandamızın ilkin olaraq, yəni heyətə baxdığımız zaman mən deyərdim ki, elə əsas heyətə yaxın. Yəni üzvdə olanların hamısına dəvət göndərib. Demək olar, yəni hər hansı bir futbolçunu xüsusilə qeyd edib bildirmək bir vaxtda çətin ola bilər ki, yəni filankəs olmasın, filankəs olsun bunun yerinə düzgün olmazdı. Amma
Əsas İslam oyunlarında komandamız üçün ən optimal və düzgün heyətlərin biridir futbolçularımız. Əminə sənin də fikirlərini bilmək maraqlı olardı bu mövzuda. Deməli, E qrupunda yer alır Azərbaycan və bu qrupda Mərakeş, Kamerun, Səudiyyə Ərəbistanı ilə birgə və əsas belə deyək də rəqibimiz, çəkinəcəyimiz rəqib təbii ki Kamerundur. Afrikada ən güclü yığmalardan biridir. Ümumiyyətlə, Mərakeş komandası isə bildiyimiz kimi 2005-ci ildə dünya çempionatında 4-cü yeri tutub. Rəqiblərimiz, yəni zəif rəqiblər deyil. Biz arzu edirik ki, komandamız inşallah ki, yaxşı çıxış edib hamımızı sevindirəcək. Amma rəqibləri heç birini zəif hesab etmək olmaz. Hər biri ciddi rəqiblərdir deyə düşünürəm. Bizim üstünlüyümüz var ən azından. Doğma divarlar, azarkeş amili. Yəni, bəlkə də çoxları düşünür ki, İslam ölkələrində futbol o qədər də inkişaf etməyib. Amma qrupa düşən rəqiblərimizi nəzərə alsaq, heç biri zəif rəqib deyil. Avropada oynayan çoxlu futbolçuları var və istisna deyil ki, biz Bakıdakı qarşılaşmalarda bu futbolçuların oyunlarını canlı olaraq izləmə imkanı qazanaq. Təbii ki, o digər komandaların heyətində olan futbolçular vaxt gələcək gənc olmaları ola bilər, tanımadığımız futbolçular ola bilər ki, məhz İslam oyunlarında biz bu futbolçunu görmüşük. Böyük klubların heyətində gələcəkdə görmək şansımız ola bilər. Yəni, bu futboldur, hər şey ola bilər. Bir məqamı da vurğulayım ki, bugün startda saat 19:30-da həmkarım Elnur Məmmədlinin təqdimatında 3-cü hissə verilişi efirdə olacaq və həmin verilişin də əsas müzakirə mövzusu məhz İslam həmrəylik oyunlarında futbolca milli komandamızın çıxışı, açıqlanan heyət olacaq. Qonaq isə U23 millimizin baş məşqçisi Yaşar Vahabzadə olacaq. Çox maraqlı müzakirə gözləyir. Bir sözlə qaçırmayın və suallarınızı da Facebook ünvanımıza yaza bilərsiniz. Veriliş vaxtı ən maraqlı suallar səsləndiriləcək təbii ki. İslam oyunlarına söz düşmüşkən vurğulayım ki, məhz istər futbol olsun, digər döyüş növləri olsun, su idman növləri olsun, fərq etməz. Komandalar böyük bir heyətlə gəlir. 3500 idmançı gələcək təsdiqlənib, 50-dən çox ölkədir. Olimpiyada təbii ki, daha çox olur, amma bir növ İslam ölkələrinin olimpiyadasıdır. İslam həmrəyliyi oyunlarından ən geniş miqyaslı məhz bu İslam həmrəyliyi oyunları olacaq. İlk dəfə 4-cü İslam həmrəyliyi oyunlarında məhz Bakıda keçirilən 50-dən çox ölkə təmsil olunacaq. Bu isə vaxtında aparılan təşkilat işlərinin, təşkilatçılıq qabiliyyətinin və 2015 Avropa oyunlarının, 1-ci Avropa oyunlarının bizə verdiyi təcrübəyə əsasında formalaşıb ki, məhz digər ölkələr də öz komandalarını həqiqətən də Bakıda keçiriləcək yarışda iştirak etmək arzusundadır. Dünyanın 34 ölkəsində canlı yayımlanacaq. Bugün çıxdı bu məlumat. Kifayət qədər böyük bir tele auditoriyası olacaq. Çox maraqlı mübarizə gözləyir bizi. Bütün idman sevərlərin diqqəti məhz Azərbaycanda, bir daha yenidən Azərbaycanda ölkəmizdə olacaq. Əminə necə İslam oyunlarından bağlı hər hansı bir fikri və yaxud da ki, sevdiyi idman növü varmı ki, onları izləyəcək? Təbii ki, Azərbaycan yığmasının iştirak etdiyi bütün idman növlərini, oyunlarını təbii ki, tribunada və yaxud da tribunada olmasa da ən azından efir qarşısında mütləq ki, izləyəcəm və azarkeşlik edəcəm və hamımız arzu edirik ki, medalların çoxu bizə qalsın. Biz də elə bu arzu ilə verilişimizi yekunlaşdırırıq. Hər ikinizə maraqlı müzakirəyə görə təşəkkür edirəm. Beləcə, start verilişinin növbəti buraxılışını geridə qoyduq. Növbəti buraxılışlarda görüşənədək hələlik sağ olun.